Dostlar, təkrar salam və biz artıq kursumuzun ilk modulundayıq, ilk dərsindəyik. Birinci dərsimiz, yəni modulumuz nəyə aiddir? Reklamsız, yəni reklama pul xərcləmədən satış gətirən video məzmun, yəni video content strategiyası və populyar video məzmun formatları haqqındadır birinci dərsimiz. Bugün sosial şəbəkələrin alqoritmləri imkan verir ki, yaratdığımız video məzmunlar orqanik olaraq, yəni təbii olaraq bizi tanımayan insanların qarşısına çıxsın. Əvvəllər bunun üçün bildiyimiz kimi mütləq ödənişlər etməliydik. Biz reklamlardan istifadə etməliydik. İki tip çox baxılan video content var ümumiyyətlə. Birinci tip milyonlarla izlənilir, lakin satış gətirmir və hansısa strategiyanın bir parçası deyil həmən video. Yəni biz hamımız sosial şəbəkələrdə vaxt keçirdirik də. Bəzən qarşımıza video çıxır, biz ona baxırıq və görürük ki, zaten milyonlarla insan baxıb ona. Amma heç bir o, belə deyək, strategiyanın bir parçası deyil də. Sadəcə bir dənə videodur. Orada bir strategiya qurulmayıb. Və bundan əlavə heç satmır da həmən video. Biz baxırıq, nə bilmə, kimsə paraşutla gedən yerdə yıxılır suyun içinə, tutağım ki. Bu nümunə, baxırıq, gülürük, ha, baxırıq ki 10 milyon izlənib və heç nə satmır. Bu bir növ kontentdir də və ya o qədər olur ki, gülməli videolar çıxır qarşımıza, ya gülməli yox, bəzən olur ki, tragediya videoları çıxır. Ümumiyyətlə də, yəni ki, ola bilər ki, video milyon dəfə izlənib, amma heç bir satış gətirmir. Ümumiyyətlə, satışa xidmət etmir heç. Amma ikinci tip videolar var, hansı ki, milyonlarla izlənilir, birbaşa satış gətirməsə də, hansısa strategiyanın bir parçası olduğu üçün o video dolayısı yolla satış gətirir. Bəzən hansısa strategiyanın bir parçası olmasa da yenə də satış gətirə bilir. Nəyə görə? Çünki orada düzgün məhsul təqdim olunub. Məsələn, uzağa getməyək, mənim elə o YouTube'da 92 milyon izlənən videom. Mən səmimi etiraf edirəm ki, o videomu paylaşanda heç bir, indi yəqin ki, ekrana da qoyacağım, onu görərsiniz. Heç bir strategiyam yox idi. Sadəcə məhsulumu təqdim etmək niyyətim var idi və həm maraqlı gəldi insanlara, həm də orada məhsul var idi axı. Sonda məhsul təqdim olunur. Orada təqdim olunanda elə belə təqdim olunmur. O qutudan çıxır axırda, orada boyuna taxılır və insanlar bunu başa düşürlər ki, nədir. Ola bilərdi ki, mən orada maraqlı video çəkərdim, amma sonda məhsulu heç təqdim etməzdim. Təyinatını göstərməzdim, yenə də mənə satış gətirməyəcəkdi indiki kimi. Amma orada bir strategiya olmasa da məhsul düzgün təqdim olunmuşdu. Yəni, əslində burada biz 2 yox, 3 növ kontent deyə bilərik. Bayaq dedim, heç bir məhsul təqdim olunmur, heç bir strategiyanın bir parçası deyil, amma milyonlarla baxış gəlir. İkinci və üçüncü tip məhsul, daha doğrusu video isə həm ola bilər orada yaxşı məhsul təqdim olunub, həm də ola bilər ki, ondan ziyadə məhsul təqdim olunmayıb, amma bir satış gətirən video məzmun strategiyasının bir parçasıdır. İndi o haqda da bəhs eləyəcəyik. Bu nə deməkdir? Strategiya nə deməkdir? Videolar necə dolayısı yolla satış gətirir? Ümumilikdə biz bilməliyik ki, sosial şəbəkələrə insanlar alış-veriş etmək üçün girmirlər. Yəni, gecə saat 2-də siz telefonu əlinizə alanda siz demirsiniz ki, ayda gerim görüm nə satırlar mənə alım. Yox, siz maraqlı, əyləncəli vaxt keçirməyə girirsiniz və ya sadəcə boş vaxtınızı doldurursunuz. Elə mən özüm də. Bu deməkdir ki, biz insanların ehtiyacına uyğun, yəni nə dedik? Dedik ki, faydalı və ya əyləncəli zaman keçirməyə girir insanlar sosial şəbəkəyə və ya dünyadan məlumatı olmaq üçün girir sosial şəbəkəyə. Demək ki, bu maraqları üzrə biz video yaratmalıyıq ki, həm insanların ehtiyacını qarşılasın, yəni o vaxt keçirmək, maraqlı, asudə vaxt keçirmək ehtiyacını qarşılasın, həm də sətir altı dolayısı yolla biz onlara satış edə bilək. Yaxşı, bəs biz strategiyadan əvvəl nəyi bilməliyik?
Onu bilməliyik ki, əlbəttə ki, mən dedim ki, bu kurs rəqəmsal marketinq haqqında deyil. Amma hər bir halda sən strategiya qurmamışdan əvvəl, yəni satış videoları vasitəsilə satış strategiyası qurmamışdan əvvəl də bilməlisən ki, sənin müştərin kimdir? Yəni bir professional marketoloq olaraq bilməsən də təxmini də bilməlisən ki, müştərin kimdir ki, strategiyanı da ona uyğun qurasan. Yəni, məsələn, nümunə çəkirəm. Əgər sən fitness müəllimisənsə, sən bilməlisən ki, arıqlamaq istəyən müştəri üçün də, fit bədənə sahib olmaq istəyən müştəri üçün də eyni, deməli, video hazırlamaq olmaz. Bu nə deməkdir? Yəni, bax, biri var mən 100 kiloyam, arıqlamaq istəyirəm. Biri də var mən onsuz da arıqam. Sadəcə istəyirəm ki, əzələlərim çıxsın da. Bu iki insan üçün eyni video işə yaraya bilməz. Çünki sən videonun birində desən ki, gəl bizim zala arıqla, orada sən əzələ yığmaq istəyən adama xitab etmirsən. Çünki mən onsuz arıqam da, sadəcə əzələ istəyirəm. Biri də var amma, sırf arıqlamaq istəyir. Sən də ona desən ki, nə bilim, biceps deyirlər, nə deyirlər əzələ kütləsində, belə çıxarmalısan, elə adam da hələ heç o, yəni, piyin içindədir də, o necə, hələ heç o level'a gəlib çatmayıb da, əzələ çıxarmaq level'ına çatmayıb. Yəni, demək istəyirəm ki, sən video çəkəndə bilməlisən ki, kimin üçün çəkirsən ki, strategiyanı da o adama uyğun qurasan, ya da, belə deyək, hamiləlikdən sonra formasını bərpa etmək istəyən qadınla, nə bilim, sağlam həyat tərzi keçirmək istəyən adam fərqlidir və sən fitness müəllimi olaraq, nə bilim, idman müəllimi olaraq bunların hər ikisinə eyni formada xitab edə bilməzsən də. Təsəvvür edirəm ki, sən hamilə qadınların, yəni əvvəllər hamilə olmuş qadınların formasını bərpa eləmək üçün çağırışı hamıya edirsən. Bu bir anda ağlıma bu gəldi. Yəni belə olmaz. Sən təxmini bilməlisən ki, kimlərə xitab edirsən, bunu əvvəlcədən özün üçün müəyyənləşdir. Bunun üçün bizdə burada slayd da var. Ayrıca mən yaratmışam. Yəni mənim müştərim kimdir? Nəyə görə müəyyənləşdirməlisən? Çünki öz ideal, belə deyim, müştərinə uyğun danışmaq üçün bunun üçün nə etmək lazımdır? Onun yaşını, maraqlarını, gündəlik həyat tərzlərini, problemlərini özün üçün müəyyənləşdirməyə çalışmalısan ki, çəkdiyin videolarda da ona uyğun danışasan. Bu asandır, elə də bir çətin məsələ deyil. Siz YouTube-da, ChatGPT-də yazsanız, yəni deyirəm ki, siz rahatlıqla öz müştərini necə müəyyənləşdirə bilərsiniz, onu tapa bilərsiniz. Bu video kurs professional rəqəmsal marketinq haqqında olmadığı üçün mən indi bu haqda çox danışmayacağım saatlarla ki, sən otur necə elə ki, müştərini müəyyənləşdir. Bizim çünki zaten bu kursumuzun sənə öyrətdiyi bacarıqlar heç dərindən bu biliyi bilməsən belə satış gətirməyə kömək eləyəcək. Niyə görə? Heç uzağa getməyin. Mənim səhifəmə nəzər yetirsəz, mən aksesuarları sırf hansısa bir adama xitab eləyərək satmıram. Bunu hardan bilərsiniz? Elə mənim videolarıma baxsaz görəcəksiniz ki, mən orada hansısa müştəri segmentinin adını çəkmirəm. Yəni, xanımlar demirəm, müəyyən bir yaş demirəm, heç nə demirəm də. Mən sadəcə maraqlı videolar çəkirəm və 100 minlərlə, milyonlarla baxılır və o 100 minlərin də içində elə o məhsulu özünə aid eləyən insanlar alırlar. Birdən deyirsiniz ki, Murad, bəs özü elə, yəni, belə deyək də, bu işi bilir necə eləmək lazım, amma bizə öyrətmir. Bu kurs heç o haqda deyil və özüm də bunu heç tətbiq etmirəm onsuz da. Yəni ki, amma müəyyən o qədər də olsa bilməlisiniz də, yəni belə səthi də olsa. Mən bilirəm ki, məsələn, mənim müştərilərim kimdir? Hədiyyə almaq istəyənlər, görürsünüz? Hədiyyə. Amma daha demirəm ki, neçə yaşı var, nədir? Müəyyən, belə deyək, səthi də olsa bilmək lazımdır ki, sən kimə xitab edirsən. Amma gələcək rəqəmsal marketinq kursumuzda biz bunun dərinliklərinə də girəcəyik. Beləliklə, sual vermək lazımdır özünüzə ki, bu videoya baxan insan kimdir, nəyə görə baxmalıdır?
müştərini tanımadan məzmun hazırlamaq ünvansız məktub yazmaq kimidir. Yəni ki, sən bilmirsən, heç səthi də olsa bilmirsən kimin üçündür bu, elə yalandan Basməmmədi video çəkirsən, belə olmaz. Təxmin də olsa bilmək lazımdır. Strategiyadan əvvəl, yəni biz strategiya quracağıq birazdan, bundan əvvəl bilmək lazımdır. Beləliklə, biz keçirik video məzmun strategiyasına. Necə edək ki, bir videolarımız belə random necə gəldi yox, hər biri bir-birini tamamlasın və satış gətirsin bizə. Ümumiyyətlə, yenə də təkrar etmək istəyirəm ki, bu altını çizərək qeyd eləmək istəyirəm ki, strategiya nədir? Strategiya odur ki, çəkdiyin birinci video ikinci videoya xidmət edir, ikinci video birinci və üçüncü videoya xidmət edir. Bax, belə bir 3 mərhələli bir sistemdən bəhs eləyəcək. Heç biri ola bilər ki, dolayısı yolla müştəriyə demir ki, bax, mən nə satıram, tez elə al, qiymət demir və s. Amma dolayısı yolla bir-birini tamamlayaraq müştərini alış-veriş etməyə cəlb edir. 3 mərhələli sistem, strategiya. Beləliklə, birinci mərhələ müştəridə maraq yaratmağa xidmət edir. Birinci mərhələ, yəni səni tanımayan insanlarda maraq yaradır. İkinci mərhələ isə artıq birinci mərhələdə səni tanıyan insanlar ilə sənin aranda etibar qurur. İkinci mərhələmiz buna aiddir. Üçüncü mərhələ isə artıq səni ikinci mərhələdə etibar qazandığın insanlara artıq satış yaratmağa, satış etməyə xidmət edir. Bu, belə bir strategiyadır və bu strategiyanı necə qurmaq lazımdır, indi mən onu sənə izah edəcəyim. Birinci mərhələ maraq yaratmaq. Bu mərhələnin hədəfi nədir, məqsədi nədir? Hədəf kütləsi kimdir, belə deyək? Birinci mərhələnin hədəf kütləsi səni tanımayan insanlardır. Yəni, gəl nümunə çəkək. Video bloqlarım üzərindən nümunə çəkəcəm. Mən video bloq çəkirəm və deyirəm ki, mövzu nədir? Mövzudur ki, evdən işləməyimin bir gününü sizə göstərəcəyim. Məni tanımırlar, amma mövzu maraqlıdır da hamıya ki, evdən işləmək necə olur ki? Hamıya deyəndə çox adama maraqlıdır. Əminəm ki, əksəriyyət bunu arzulayır, evdən işləməyi də. Belə bir, hətta video bloqlar da var YouTube-da ki, evdən işləməyin üsulları falan filan. Yəni, bu insanların maraq dairəsində olan bir mövzudur deyə. Və bu mövzunu götürürsən, video blog çəkirsən, artıq səni tanımayan insanlar da tanımağa başlayır. Və orada sən axı dedin evdən işləməyin bir günü və işin nədir? Axı aksesuarı hazırlayırsan və görsən artıq səni tanımayan insanlara öz məhsulunu çox rahatlıqla göstərdin. Hansı üsulla onların maraq dairəsində olan mövzu ilə öz işini birləşdirdin. Məqsəd nədir? Məqsəd odur ki, daha çox insan dayanıb səni izləsin. Məsələn, artıq mən bir dənə nümunə çəkdim sizə. Başqa nümunələr də çəkmək istəyərdim. Ya da belə ola bilər. Məsələn, video məzmunlar yaradaraq həyatımı necə dəyişdim? Görürsünüz, hər kəs həyatını dəyişmək istəyir ortalama və həm də video məzmun yaratmaq da sənin peşəndir deyə bunları birləşdirdin də sən. İndi isə ikinci mərhələ haqqında bəhs eləyək. Bu birinci mərhələ idi. Yəni, daha çox insanda diqqət çəkmək. Öz sahəni, öz məhsulunu birbaşa artıq belə deyək, bu sahə ilə maraqlanan insanlara yox, hər kəsin marağında olan mövzu ilə birləşdirmək. Buna deyirlər həm də soyuq auditoriya. Yəni, səni tanımayan, sənin məhsulunla birbaşa əlaqəsi olmayan insanlar soyuq və ya ümumi çoxluq deyilir buna, auditoriya deyilir. İndi isə artıq növbəti mərhələ haqqında bəhs eləyirəm. Bu nədir? Bu ikinci mərhələdir. Artıq birinci videoda tutalım ki, səni tanıdılar. Nədir? İndi səninlə etibar bağ qurmaq istəyirsən. Yəni, o auditoriyanı birinci dəfə səni gördülər. Heç yəni də öz video bloqlarım üzərimdən gedəcəm. Deməli, mən nə dedim? Bayaq dedim ki, tutalım ki, dedim ki, evdən işləməyin bir günü. Mənim yəni yeri gəlmişkən belə video bloqum var. Okey, Muradı tanıdılar. Mövzu evdən işləmək idi deyə maraqlı gəldi, amma gördü ki, bu əl işləri hazırlayır. Yaxşı. İndi ki, ikinci mərhələdə mən necə video bloq çəkə bilərəm? Məsələn, çəkirəm ki, elə çəkmişəm belə video bloq. Amerikadan olan müştərilərimdən aldığım 3 təsirli mesaj. Belə bir video bloqum var mənim. Yeri gəlmişkən mənə çoxlu
satışlar gətirdi həmən video bloqa. Həmən video bloqda mən nə deyirəm? Artıq görürsüz, məni birinci dəfə tanıyıb, əl işləri hazırladığımı bilən adamlara göstərirəm ki, mən necə etibarlı biriyəm ki, Amerikadan müştərilərim də var və hətta artıq mənə təsirli mesajlar da yazırlar. Artıq məni tanıyan insanlarla daha etibarlı bir bağ qurdum mən. Onların gözündə bir addımda yüksəldim. Məsələn, bu dediyim kimi artıq ilıq auditoriya üçündür da, soyuq yox. Soyuq odur ki, səni tanımır. İlıq odur ki, artıq səni tanıyır, biraz isinib. Yəni bu arada, rəqəmsal marketinqdə, ümumiyyətlə marketinq terminlərində bu həqiqətən belədir. Soyuq auditoriya, ilıq auditoriya, isti auditoriya ya da başqa bir üsul. Ən çox rast gəldiyim yanlışlar və düzəltmələr. Yəni artıq sən görsən, səni birinci dəfə tanıyıb insan, indi necəsə, ikinci dəfədə sən ona belə bir video göstərirsən ki, mən yanlışları da görürəm və onu necə düzəldərdim. Sən artıq səndə bir professional olduğunu sübut eləyir, göstərir bu məzmun. Və əlbəttə ki, gəlirik 3-cü mərhələyə artıq. Bir insan bir dəfə səni gördü, ikinci videoda səninlə bir etibar yarandı, səninlə onaranda, sənin videoların vasitəsilə əlbəttə. Və artıq 3-cü video postda, yəni görürsən bir dəfə video göstərdin ona, ikinci dəfə video göstərdin ona, sən 3-cü dəfə video göstərirsən və bu artıq hədəf kütlə kimlərdir, səni tanıyır və sənə etibar edir artıq. Bax, bu insanlara daha çox belə satış yönümlü video göstərə bilərsən sən. Yəni burada daha çox satış, yəni məhsulundan daha çox burada danışa bilərsən. Birinci mərhələdə maraq yaradırsan, ikinci mərhələdə etibar qurursan, üçüncü mərhələdə satış eləməyə başlayırsan artıq. Yəni artıq bu üçüncü videonun hədəf kütləsi başqadır. Kimdir? Artıq sənə etibar edən insanlar. Məqsəd kursu və ya məhsulu tanıtmaq və amma onu belə şey eləmək yox da, mən falan şey satıram, gəl al. Yox. Orada da çünki insanlar deyirəm ki, sosial şəbəkəyə məhsul almaq üçün girmirlər. Nümunə. Yəni də 2 nümunə verəcəm. Biri əl işi biznesimə aid. Əl işi biznesimə aid nə göstərmək olar? Məsələn, mənim belə bir video bloqum var yeri gəlmişkən. Bugün dünyanın heç bir yerində olmayan aksesuar hazırlayacağam. Aha. Artıq məhsuldan da konkret olaraq. Məni onsuz da insanlar tanıyır və yəni də maraqlıdır da. Dünyanın heç yerində olmayan. Hər bir halda siz necə gəldi video çəkməli deyilsiniz. Hər bir halda insanların marağını qoruyacaq, marağını çəkəcək, üzr istəyirəm, bir yanaşma tətbiq eləməlisiniz. Və orada adaptasiya eləməlisiniz. Kontentinizin artıq levelini, yəni birinci level üçündür, ikinci yoxsa üçüncü level üçündür. Adaptasiya eləməlisiniz. Amma maraq yaratmağa heç bir halda əldən buraxmırıq. Nə olsun ki, insanlar bizə etibar edir. Necə gəldi elə ki, badımcanlığa video atmırıq da biz. Nümunə belə ola bilər ki, əgər sən də belə çətinlik yaşayırsansa, yəni filan çətinlik yaşayırsansa, bu kursu sənin üçün yaratmışam və ya bu video sənə aiddir. Artıq insan izləyəcək videonu, başa düşəcək ki, nədir və kursu artıq maraq. Yəni burada daha çox məhsuldan bəhs eləyirsən də. Və ya nəsə bir problemdən bəhs eləyə bilərsən və orada qeyd eləyə bilərsən ki, video kursumda bu mövzuları addım-addım izah eləmişəm. Görürsünüz, yəni də biraz daha çox artıq məhsuldan bəhs eləyir, amma yəni də hansısa bir problemdən bəhs eləyib və sonra deyirsən ki, addım-addım bəhs eləmişəm. İndi isə mən istəyərdim ki, video məzmunların ümumiyyətlə formatlarından danışım. Yəni strategiyadan danışdıq, 3 mərhələli strategiyadan danışdıq. İndi isə video məzmunların formatları. Çünki müxtəlif formatlar var və bunların hansısa pis, hansısa yaxşı deyil. Hər kəsin özünə uyğun hesab etdiyi, bundan əlavə əlinin yatdığı video formatlar var. Məsələn, məni siz əksəriyyətiniz 2 formatla tanıyırsınız. Biri storytelling, yəni hekayə danışıram. Biri isə belə kat videolar paylaşıram. Yəni çox sürətli kat olunmuş, kəsilmiş, tak necə əl işi hazırlayıram. Burada söz yoxdur, səs, yəni ancaq ətraf mühitin səsi var. Bu 2 formatdan daima mən istifadə edirəm. Amma formatlar çoxdur. Mən indi onları ekranda sizə göstərirəm hal-hazırda. Storytelling dediyim kimi artıq mən bundan istifadə edirəm. Hekayə ilə anlatmaqdır bu. İkinci bir format var, list formatında. Yəni 3 səbəb, 5 addım kimi sadə bəndlərdir.
Üçüncü format tutorial adlanır. Yəni ingiliscə buna həm də how to, yəni addım-addım praktiki video, məsələn, nümunə çəkirəm. Geyiminizin üzərinə qəhvə dağılıbsa, 3 addımda bunu necə təmizləyə bilərik? Bir aya necə öz biznesini qurmaq olar? Bu how to adlanır. Yəni necə? Bu formatdır. Və ya müştərini necə satışa qədər gətirib çıxarmaq olar? Addım-addım izah edirəm və s. Bu üçüncü formatdır qeyd edirəm. Dördüncü format məsələn problemin həlli eləməkdir də. Məsələn, əvvəl bu idi, sonra belə oldu. Əvvəl və sonra before after formatları var. Məsələn, növbəti bir format yanlış inancları dağıtmaq. Məsələn, sosial şəbəkələrdə video paylaşmaq haqqında 5 səhv düşüncə. Stereotiplər dağıtmaq ya da illərdir səhv edilən 5 şey filan mövzuda. Məsələn, yenə də geyim mağazasından illərdir siz qalstuk bağlamaqda yol verilmiş 5 səhv məsəl üçün, ya da yanlış bilinən filan şeylər və ya doğru bilinən yanlışlar və s. Bu belə bir format var. Və əlbəttə ki, başqa bir format var. Kamera arxası görüntülər, yəni backstage videolar var. Siz nəsə eləyirsiniz və o backstage'ini göstərirsiniz. Belə bir format da var. Ümumiyyətlə formatlar çoxdur, yüzlərlədir. Yəni mən bəzilərindən bəhs elədim burada. Beləliklə sonda qısa olaraq xatırlatma edirik. Əgər sosial şəbəkələrdə davamlı olaraq satış etmək istəyiriksə, yəni bir video ilə necə deyirlər, bəxtəxuda satış etmək yox, daha düşünülmüş, planlı şəkildə satış etmək istəyiriksə, biz təxmini də olsa müştərimizin kim olduğunu bilməliyik. Bunun ardınca biz bir strategiya qurmalıyıq. Strategiyamız artıq dedik ki, 3 mərhələli olmalıdır. Hər mərhələsi müxtəlif məqsəd daşıyır. Birinci mərhələ insanlarda maraq yaradır. İkinci mərhələ etibar qurur. Üçüncü mərhələ satış edir. Bəs hansı mərhələ üçün neçə dənə video blog çəkməliyik? Əgər məndən soruşsaz, məsələn 6 video üzərindən ola bilər, mən tövsiyə edərəm ki, 3 dənə video maraq yaratmaq, yəni birinci mərhələyə xidmət eləsin. 2 dənə video ikinci mərhələyə xidmət eləsin. Üçüncü video satışa, yəni mən 3-2-1 strategiyası ola bilər. 3 dənə video sırf maraq yaratmağa xidmət edir. Amma yenə deyirəm ki, burada dəxilsiz mövzulardan danışmırsınız. Yəni də öz mövzularınızdan danışırsınız. Yəni də ikinci video bloqda da birbaşa satış yox, etibar qurursunuz. Professionallığınızı göstərən videolar olmalıdır. 2 dənə video məsələn. Və sonuncu video, yəni 6 videodan 3-2-1-dəki daha çox məhsula fokuslanmış bir video məzmun ola bilər. Və burada dəyişik də ola bilər. İndi bu zövq məsələsidir. Ola bilər ki, bir dənə, hələ 3 videodan belə elədiniz. Biri maraq yaratmaq, biri etibar qurmaq, biri satış etmək. Ürəyiniz istəyir belə. Müxtəlif kombinasiyaları yoxlamaq lazımdır. Sonda əlbəttə ki, ev tapşırığı mən istəyirəm sizlərə verim. Amma burada 5 gedişatlı olacaq. 2 video senarisi yazın. 2 yox, üzr istəyirəm, 5 video senarisi. Bu 5 video senarisinin ikisi xitab eləsin birinci mərhələyə, sizi tanımayan insanlara. Növbəti 2 video xitab eləsin etibar qurmaq üçün artıq ilıq auditoriyaya, sizi tanıyan auditoriyaya etibar qurmaq üçün. Artıq 4 dənə video oldu. 5-ci videonda yazın satışa yönəlik, daha çox yəni məhsulunuzdan bəhs eləyən bir videoya yönəl və belə bir 5 dənə ssenari yazın. İkisi birinci mərhələ üçün, ikisi ikinci mərhələ üçün, biri də sonuncu mərhələ üçün. Bu ev tapşırığıdır. Öz məhsulunuzu bu mərhələlərə uyğunlaşdıraraq ssenari yazın. Keçirik biz növbəti dərsimizə, ikinci modula və artıq növbəti modulumuz olacaq daha çox texniki, yəni videonun əvvəlinə aid. Getdik.